Qida Təhlükəsizliyi Agentliyi bu dəfə Sumqayıt Novxanı yolunda fəaliyyət göstərən Diana Ailəvi İstirahət Mərkəzində yoxlama aparıb. İstirahət mərkəzində bir sıra nöqsanlar aşkarlanıb. Söhbət hansı nöqsanlardan gedir? Sahibkar barəsində nə tədbirlər görülüb? Ətraflı sujetdə. Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Sumqayıt Novxanı yolunda yerləşən istirahət mərkəzində aparılan yoxlama zamanı bəzi nöqsanlar üzə çıxıb. Bu nöqsanlar əsas olaraq ondan ibarətdir ki, restoranda istifadə olunan məhsulların etiket məlumatlarının olmadığı, eyni zamanda emal prosesində yol verilən qayda pozuntuları məlum olub. Məsələn, bu səbəbdən obyektin fəaliyyəti məhdudlaşdırılıb. Yoxlama zamanı Ceyhun Hacıyeva məxsus Diana İstirahət Mərkəzində normativ tələblərin pozulduğu müəyyən edilib. Mətbəx hissəsində aşkarlanan nöqsanlar müəssisənin tələblərə cavab vermədiyini üzə çıxarıb. İşçi masaların, stellajların asan təmizlə bilən dezinfeksiya məhsullarının təsirinə davamlı materialların üzlənmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, istifadə olunan suyunun filtrasiyadan keçmədiyi, temperatur rejiminə əməl olunmadan, eyni zamanda da markalanmasında etiket məlumatları olmayan məhsullardan istifadə edildiyi məlum olmuşdur. Nöqsan aradan qaldırılana dək müəssisənin fəaliyyəti məhdudlaşdırılmışdır, rəhbəri barəsində cərimə tətbiq olunmuşdur. Məlumat verildi ki, mövsümlə əlaqədar olaraq Sumqayıt Novxanı yolunda olan istirahət mərkəzində davamlı olaraq yoxlamalar aparılacaq. Əhməd Məmmədov, Azər Nağıyev, ATV Xəbər.